Lillahillezî lâ yeblughu medhatehu'l gâilun ve lâ yuhsâ ne'amâ'ehul âddun ve lâ yu'eddî hakkahul muctehidun ellezî lâ yudrikuhu bu'dul himem ve lâ yenâluhu gavsul fiten. Sümme salatu ve selamu ala seyyidina ve nebiyyina ve mevlana Ebil Kasım Muhammed. Allahümme salli ala ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin el muntecebin el muntakabin ve la'natullahi ala a'daihim ecmain minel ane ila kıyami yevmiddin amma ba'd. Bismillahi ve billah sümme bi zikri veliyillah. Allahümme kun li veliyyikel hüccet ibnil hasen salavatuke aleyhi ve ala abaih fi hâzihi sa'ati ve fi kulli sa'eh veliyen ve hafiden ve qaiden ve nasiran ve delilen ve aynen hatta tuskinehu erdeke tav'a ve tumetti'ahu fiha tavila ve hablena ra'fetehu ve rahmetehu ve duaehu ve hayreh. Möhtərəm möminlər, Allah cüməvizi mübarək eləsin, gələn günlərinizi xeyrə çevirsin, xoş günlər görəsin inşallah. Mövzumuz ərz-i xidmət olsun, qəzəb haqqındadır. Mütəallah insanların ən ali və ilahi xüsusiyyətlərindən birini qəzəbi udmaq və insanları bağışlamaq kimi təqdim edir və buyurur. Ali İmran surəsinin 134-cü ayəsində buyurur, qəzəblərini udanlar və insanları bağışlayanlar Allah yaxşılıq edənləri sevir. Ayə aydın və gözəl şəkildə bəyan edir. Ərəbcəsində iki dənə xüsusi ifadə var. Əl-kaziminəl-qeyz, kazim və qeyz ifadələri var ki, indi mən buna işarə edəcəyim. Möminlər qəzəb anında alovlanmırlar. Ayə bunu demək istəyir. Öz qəzəblərini cilovlayırlar və insanlardan gələn xətaları da neynirlər? Bağışlayırlar. Çünki Allah muhsinləri, yaxşılıq eləyənləri sevir. Demək, kəzm kəlməsi, kazım onun ismi failidir. Lüğətdə su ilə dolu bir tuluğun ağzını möhkəm bağlamaq mənasını verir. Su ilə dolu bir tuluğun ağzını möhkəm bağlamaq mənası verir. Yəni, insanın qəzəb və zəhər tuluğu dolsa, onu nəzarətdə saxlaması mənasını verir. Qeyzdəki bizim bildiyimiz, özümüzün, yəni Azərbaycan lüğətində işlətdiyimiz şiddətli qəzəb mənasını verir qeyz. O ki, deyir, əl-kaziminəl-qeyz, qəzəblərini udarlar, yəni şiddətli əsəb qeyzlərini boğarlar mənası verir. Hansı ki, bu insanın daxilində baş qaldıran, onu sarsıdan, narahat eləyən, güclü bir psixoloji partlayış halıdır. Həmən bu qeyz, bu qəzəb, bu əsəb. Bu hal adətən xoşa gəlməz hadisələrlə qarşılaşanda insanda baş qaldırır, yaranır. Dəyərli, möhtərəm, gözəl insanlar, qəzəb insanın ən təhlükəli hallarından biridir, ən təhlükəli hallarındandır. Ümumiyyətlə, bunu bir başlıq altında deyə bilərəm ki, insanın bütün günahları iki şeydən doğur. Biri qəzəb qüvvəsindən yaranır, digəri isə şəhvət qüvvəsindən. Yəni, bütün günahlar buradan, bu iki şeydən yaranır. Sonradan, məsələn, adlar, müstəqil adlara çevrilsələr, bu iki şeydən yaranır. Yəni, bunlar kontrol altında saxlanıldıqda, o birisi günahlarında heç biri olmur. Yəni, bunu heç vaxt unutmayın. Əgər bu od, yəni qəzəb odu, nəzarətsiz buraxılsa, insanı ağıldan məhrum edər və ya dəli eləyər, dəli həddinə gətirib çıxardar. Elə bir hala gətirər ki, insan nə dediyini bilər, nə də elədiyini. Nəzarətsiz qəzəb həmişə böyük cinayətlərin səbəb olub. Nəzarət edilmədikdə böyük cinayətlərə gedib çıxıb axırda. Eyni zamanda ağır cinayətlərə də səbəb olub. Belə ki, insanı ömrü boyu peşmançılıq və əzab içində saxlamağa bais olub. Yəni, bir dənə qəzəb nəticəsi isə bir ömür insan ona görə peşmançılıq keçirdib. Yəni, insan bir anlıq qəzəbin qurbanı olub, bir ömür peşmançılığını, nə bilim, onun cəzasını çəkir, dəyərli əzizlər. Qəzəb insanın fitridir. İndi bəzi nöqtələrə də toxunmalıyıq. Qəzəb insanın fitri və yaradılışdan insanla birgə gələn instinktlərdən biridir. Yəni, bu sonradan gəlmir də. İnsan yaradıldıqda qəzəbli yaradılıb. Yəni, qəzəb qüvvəsi ilə, belə deyim, qəzəb qüvvəsi ilə yaranıb.
Yəni bu duyğu əslində insana verilmiş mühüm bir nemətdir, möhtərəm eşidənlər. Bu pis bir şey deyil. İndi irəliləyən dəqiqələrdə dediyim ifadələri açmağa çalışacağam. Yəni qəzəb duyğusu verilmiş ilahi bir nemətdir, pis bir şey deyil. Yəni müsbət tərəfləri ilə istifadə olunsa insana böyük faydalar verir və müsbət tərəfləri ilə istifadə olunsun deyə insana verilib bu qəzəb. İnsan məhz bax bu hissin sayəsində öz kimliyini və şəxsiyyətini qoruyur. Qəzəb hissinin vasitəsilə. Eşidirsiniz məni? Bax bu yenə deyirəm. Bu əbəs yerə verilməyib. Bu nemətdir. Qəzəb duyğusu ki var, bu nemətdir. Bu elə belə verilməyib. Yəni bunun vasitəsilə insan mühüm şəxsiyyətini təsdiqləyir, qəzəb qüvvəsini. Baxın. Öz etiqadını, qeyrətini, namusunu və inancını müdafiə edir qəzəb qüvvəsinin vasitəsilə. İndi bölgü aparacağıq biz. Orada diqqət buyuracaqsınız. Həmçinin özünün və xalqının dəyərlərinə və mədəniyyətinə sahib çıxır insan qəzəb qüvvəsinin sayəsində. Deməli, əvvəl qəzəb, birinci buna deyək, baxaq. Qəzəb yerində və düzgün istifadə edilsə, insan üçün müdafiə qalxanıdır. Yerində və düzgün istifadə olunsa. İnsanları bu nəfsani hal, yəni qəzəb halı baxımından 3 hissəyə bölürlər. Alimlər və belə özümüzdə fikir verirsiniz, görərik ki, bu qüvvə cəhətindən insanlar 3 hissədən ibarətdirlər. Birinci dəstə elə insanlardılar ki, qəzəb zamanı ifrata varırlar və iman həddindən çıxırlar. Belə insanların qəzəbi onları elə bir dənə nöqtəyə çıxarda bilər ki, geri dönüş ya heç ümumiyyətlə mümkün olmaz, ya da çox çətin olar. Məsələn, qətl kimi. Yəni, qabağını ala bilməz, axır gedib qətlə çıxar. Nəticədə ya bunun qabağı alınmaz, ya da ki, ya peşmançılıq fayda verməyəcək, ya geri dönüş olmayacaq və ya başqa-başqa hallarda qeyd eləmək olar. Bəzən peşmançılıq da heç bir fayda vermir. Birinci dəstə budur ki, elə insanlardır ki, qəzəb zamanı ifrata varırlar. Diqqətli olaq. İkinci dəstə elə insanlardır ki, ümumiyyətlə qəzəblənmirlər, heç qəzəblənmirlər və qəzəb qüvvəsi əsla işə düşmür, yoxdur. Baxın, bu insanlar qəzəbli insanlardan pisdir. Bu insan, birinci nədir? İfrata varırlar, qəzəb baş verəndə qabağını ala bilmir və böyük peşmançılıqları aparıb çıxardır. İkinci, ümumiyyətlə qəzəblənməyən insanlardır, heç qəzəblənmir. Bu birincindən çox pisdir. Bu dəhşət pis bir haldır. Hətta şəriətin və ağılın qəzəbli olduğu yeri. Yəni, ağıl deyir ki, burada qəzəblənməlisən. Şəriət deyir ki, burada qəzəblənməlisən. Orada belə əksül əməl olmur bu adamda. Bir söz verir, tık yoxdur, heç əsəbləşmir qətiyyən. Dinin müdafiəsində, bir insanın müdafiəsində, haqqın müdafiəsində, vətənin müdafiəsində, dəyərlərin müdafiəsində, mədəniyyətin müdafiəsində heç nə əsəb yoxdur. Baxın, bu cür insanlar ağıl, şəriət və psixologiya baxımından şəxsiyyətsiz və qeyrətsiz insanlar hesab edilirlər. Bu ikinci. Üçüncü nədir? Üçüncü dəstə o kəslərdilər ki, kamil xüsusiyyətlərinə əsaslanaraq nə vaxt qəzəblənsələr belə ifrat və təfritə düşmürlər. Yəni, ortağını tuta bilirlər. Bunlar möhkəm iman və sahib olduqları özünə inam sayəsində qəzəb halı yarandıqda özlərinə tam nəzarət edənlərdirlər. Tam nəzarət edirlər. Bu, İslamın istədiyi ideal insandır. İslam bunu istəyir, bunu görmək istəyir. Qur'an-ı Kərim heç vaxt qəzəbin özünü məzəmmət eləmir. Demir, qəzəb pis şeydir. Bunu məzəmmət eləyən bir ayə tapmayacaqsınız. İfrat və təfrit olduqda onu məzəmmət eləyəcək. Çünki Allah özü də axı özünü 2 dənə qəzəb sifəti ilə vəsf edib. Allah təbarək və təala cəbbar və qəhhar sifəti ilə özünü vəsf edib. Qəzəb sifətləri də bunlar. Yəni, qəzəb tam mənfi bir xüsusiyyət deyil ki, mütəala Allah özünü cəbbar və qəhharla tanıtdırır. Sifətlərindən biri də həmin o qəzəb sifətidir. Qəzəb əgər ölçülü olsa və haqq yolunda olsa, nəinki pis deyil, hətta bəyənilən və Allahın razılığına səbəb olan bir haldır. Həzrəti Əli əleyhissalatu vəssalam buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dünya işləri üçün heç vaxt qəzəblənməzdi. Lakin haqq uğrunda qəzəblənəndə heç kimi tanımırdı. Və Peyğəmbərin qabağında heç kim ala bilmirdi. Ta ki o məsələni qalib edənə qədər. Məsələn, məzlumu haqq edənə qədər. Qəzəbli sakitləşməzdi ta ki haqqı müdafiə edib onu qalib gətirməyincə. İhya-ul-Ulum cildi səhifə 148. Təbii olaraq möminlər
diqqətli olaq, fikrimiz yayılmasın. Hər bir insan qarşısına çıxan səbəb və şəraitlərin təsiri ilə bəzən sevinir. Hamımız beləyik, düzdürmü? Allah xilqətən belə yaratıb bizi. Bəzən də qəzəblənib və narahat oluruq. Bizim o reaksiyalarımız həmən o situasiyalarla üzləşdikdə olur. Sevinc gətirici anlarda sevinirik, qəzəb və narahat gətirici hallarda da nə oluruq? Qəzəbli oluruq. Lakin Quran əsassız və yersiz qəzəbləri cahiliyyət dövrünə aid edir. Bilsən nə deməkdir bu? Yəni, biraz diqqətli olmalıyıq bundan sonra həmişə həyatımızda. Yəni, müşrikə bağlayır, belə deyim, açıq formada deyim ki, müşrikə bağlayır, yersiz və əsassız qəzəb baş verdikdə. Qəzəb halında sükunəti qorumağı isə Peyğəmbər və möminlərə xas olan xüsusiyyət kimi tanıtdırır. İndi Qurana baxaq. Xatırlayın o zaman ki, kafirlər öz qəzəblərində cahiliyyət qəzəbi və təkəbbürü daşıyırdılar. Və bunun müqabilində Allah öz elçisinə və möminlərə aramlıq və sükunət nazil elədi. Fəth surəsi 26-cı ayə. Yəni, yersiz əsasları müşriklərə bağlayır, amma həddi aşmamaq, yəni qəzəb halında vəziyyəti dəyişməyən hallar isə möminlərə bağlayır. Demək, bu ayə bizə qarşı-qarşıya olan iki dənə mədəniyyəti xatırlatdı. Nə olar yaxşı-yaxşı qulası? Cahiliyyət mədəniyyəti, hansı ki, yəni müşriklərin mədəniyyətidir və təəssüb, təkəbbür və cahili qəzəbdən ibarətdir. Bir də İslam mədəniyyəti, hansı ki, sükunət, aramlıq və nəfsə hakim olmaqdan ibarətdir. İmam Muhammed Baqir əleyhissalam şiyyənin sifətləri xüsusunda buyurur ki, onlar elə insanlardılar ki, qəzəbləndikdə zülm eləməzlər və razı olduqda israf və həddi aşmazlar. Bax, insan iki dənə hal var. Baxız indi, diqqətli olaq. Bizim həmişə rastlaşdığımız situasiyadır. Qəzəbləndik, ya lazım olmayandan artığını deyirik, danışırıq, sonra peşman olub üzrxahlıq edirik, bağışla deyirik, üzr istə deyirik. Ya da vəziyyətimiz o qədər yaxşıdır belə, şənük, onda da həddi aşırıq, israfa keçirik. İsraf o demək deyil, yəni pul xərcləyirik ora-bura. Yox, israf yəni nə? Hər məsələdə günahın eşiyinə gəlib çatırıq, elə günahın özünü düşür. Çünki insan şad olanda, bir dənə hədis deyim sizə, buyurur ki, şad olan müminin imanı önəmlidir. Qəmgin olan müminin yox, baxız, qəmgin olan adam günaha nə meyl eləyir? Siz mənə bir dənə özünüz başa düşürsünüz, nə deyirəm, insaflı bir dənə fikir yürüdün öz zehninizdə. İnsan qəmli vəziyyətdə, psixoloji cəhətdən gərgindir adam. Günah eləmək fikrindən keçirmi? Bir adam məsələn səfalətlə yaşayır, kasıbçılıqla yaşayır, elə bədnam, bədgüman haldadır. Bunun günah eləmək şansı o adam ki, şaddır, kef içindədir falan, ondan çox aşağı. Ona görədir ki, şad halda olanda özünü, imanını saxlayanın imanı daha qüvvətlidir, daha güclüdür, daha önəmlidir, daha hörmətlidir. Onda həddi aşmasın, israfa düşməsin, günah baxımından israfa düşməsin. Demək, oxudum mən bu hədisi də, onlar elə insanlardılar ki, qəzəbləndikdə zülm eləməzlər və razı olduqda israf və həddi aşmazlar. Tuhaful Uqul səhifə 534. Yəni, həm qəzəbdə, həm də sevincdə ölçülüdürlər, ay möminlər. Daxili qüvvələr bir mühərrikə bənzədilir. Qəşəng bənzətmədir. Çox xoşum gəldi bu bənzətmədən. Daxili qüvvələr bir mühərrikə bənzədirlər ki, insanı bəzən tufan və şiddətli külək kimi hərəkətə gətirir. Nəzarətdən çıxsa düzəlməz və zərərlərə səbəb olar. Lakin bu hərəkət verici qüvvələr iman və kamil insanlar vasitəsilə nəzarət altına alınsa, insanı pis nəticələrdən qoruyar inşallah Teala. Sadəcə təhvil verəsən o kamil insanlara özünü ki, Peyğəmbər və Ali Peyğəmbərdir. Qəzəbi yatırtmaq üçün müxtəlif yollar var, dəyərli möminlər. Bunlara bir dənə baxaq Əhl-i Beytin kəlamında. Hansı ki, onlara əməl etməklə əsəbin sonraki zərərlərindən qorunmaq olar. İndi adama deyirlər ki, bu deyirsən, yaxşı deyirsən, amma bu doğrudan da qəzəb vaxtı bunlardan bir adına düşmür. Düşsə, doğrudan da o təmiz yatar, əsəbi sakit olar. İmam Muhammed Baqir əleyhissalam buyurur, birinci qoy bu hədisi oxuyaq, sonra o bəndlərə bir-bir keçəcək. İmam Cəfər Sadiq əleyhissalamın sözləri də hamısı. İmam Baqir əleyhissalam buyurur ki, insan qəzəbləndikdə özünü oda, yəni günaha vurmadıqca sakitləşməz və qəzəbi yatmaz.
Buna görə də əgər bir şəxs qəzəblənsə, ayaq üstədirsə dərhal otursun. Oturubsa dərhal qalxsın ki, şeytanın çirkinliyi və vəsvəsəsi ondan uzaqlaşsın. Əgər qohumuna qəzəblənsə, qohumuna, get gör bir dənə psixoloq bunu deyəcək, yoxsa yox. Əgər qohumuna qəzəblənsə, onun yanına getsin və bədəninə toxunsun. Çünki qohuma toxunulduqda insan sakitləşər. Çünki onun neyronları, hüceyrələri, toxumaları bir yerə bağlanır deyə, onlar bir-birləri ilə sintezə girdikdə insanda sakitləşmə, fizioterapiya baş verir. Necə ki, şiələr, möminlər bir-birlərinə qucaqlaşdılar, görüşdükdə bu hal baş verir. Çünki yanandıqları yer ki, götürüldükləri qaynaq eynidir. Demək, Əl-Kafi, Babul Qəzəb, hədis 2, səhifə 302 ki, qohumuna qəzəbləndikdə getsin ona toxunsun. Məsələn, görüşsün, qucaqlaşsın. Əl-ələ, müsafəhə çox mühümdür. Məsələn, İmam Cəfər Sadiq əleyhissalam deyirdi ki, mütləq görüşəndə müsafəhə edin. Müsafəhə qarşılıqlı şəkildə, enerjili şəkildə görüşməyə deyilir, tam tərcüməsi. Məsələn, görüşəndə elə görüşün ki, müsafəhə edin, əllərinizi bir-birinə birləşdirin və biri digərinizə ötürdüyünüz o müsbət enerjilər hal-əhvalınızın dəyişməsinə səbəb olur. Elə həmin bənddə İmam Sadiq əleyhissalam, demək, həmin sənətdə, mədrəkdə qəzəb halında qəzəbi sakitləşdirəcək bir neçə dənə çarə deyib sizə. Çox maraqlıdır, eşidin. Hansı ki, bunu gedib psixoloqlardan eşidirsiniz adətən, amma görün, psixoloqlardan qabaq İmam Cəfər Sadiq əleyhissalam onları bizim üçün nə qəşəng yığıb. Bir, həmin vəziyyətdə insan özünü tabe bildiyi peyğəmbərlərin və salihlərin yolunu xatırlasın. Həmçinin qəzəbi məzəmmət edən ayə və hədislər barədə düşünsün. Düşünə bilirsənsə o vaxt bunu eləsən qəzəbin sakitləşəcək. İndi deyirsən, bu mənim yadıma düşməyəcək. Keç ikinci bəndə. Buyurur, həmin anda soyuq su ilə dəstəmaz al. Həmin an soyuq su ilə dəstəmaz al. İndi bunun təqdirindən altından çıxar ki, soyuq su ilə əl üzü yuyur məsələn. Və ya hədisdə deyir ki, soyuq su ilə qusl eləsin. Üçüncü, həmin anda əuzu billahi minəşşeytanirrəcim desin. 4. Qəzəbin səbəblərini aradan qaldırsın. Məsələn, aclıq, imam deyir, aclıq, susuzluq, yorğunluq, bunlar qəzəbin səbəbləridir. 5. Həmin anda əvvəllər yaşadığı şirin xatirələri yada salsın. 6. Pis xasiyyətli və tez əsəbləşən insanlardan uzaq dursun. Allah mənə də hidayət eləsin ki, onlardan bir mənəm elə. Bu sonuncu barədə diqqətli olaq. 7. İlahi qəza və qədərə insanın inamını gücləndirsin. Qəza və qədər. Yəni, nə demək istəyir? Bəzən səni qəzəbləndirən hal ilahi qəza ola bilər. Yəni, imtihandır da. Elə Allah bilə-bilə eləyib ki, əsəbləşəsən. Əsəbləşəsən yox, yəni o vəziyyətdə imtihandan üzü ağ çıxasan. Qəzəblənməyəsən, boğasan öz qəzəbibi. Diqqət buyurursan. 7. İlahi qəza və qədərə imanını gücləndirsin. İmam Muhammed Baqir əleyhissalam buyurur, Allahın məxluqları arasında onun hökmünə ən layiq şəkildə təslim olan şəxs Allahı tanıyan şəxsdir. Kim qəzaya razı olsa, qəzaya məruz qalar və Allah onun mükafatını böyüdər. Kim qəzadan narazı olsa, yenə qəzaya məruz qalar. Lakin Allah onun mükafatını məhv eləyər. Yəni, başıma gələn o hadisə ki, səni qəzəbləndirir, o Allahın cızdığı plan ola bilər, diqqətli ol orada ki, neytrallığı qoru, o vəziyyətdə həddi aşma, ifrata və təfritə düşmə. Əl-Kafi cildi 2, səhifə 36. Ey Füzuli, hər dərd sizdən umma dəvayı dərd, səbr elə kim dərd verib, dərman verər. Hər kim ki dərd verib, dərman da verər. Quran buyurur, bağışlasınlar və göz yumsunlar. Ayəyə bax, məgər istəmirsiniz ki, Allah sizi bağışlasın, Allah bağışlayan və mehribandır. Yəni, sən bağışlasan, Allah da bağışlayacaq da. Qəzəblənmədin, bağışla da. Əl-Kaziminəl-Ğeyz vəl-Afinəl-Nas məşhur hadisədir ki, vurdu imamın başını sındırdı o kəniz. Ayağı sürüşdü, nə oldusa, dəstəmaz alanda. İmam cızdı da, imamın alnını cızdı. İstər-istəməz orada bir imam, haşa imamı demirəm, elənci anda yaxınında olsa bir damca orada əsəb əmələ gəlir də, vurdu başını. Baxdı imam ona, dedi ki, neyniyim? Dedi, o da kəniz də, imamın yanında böyüyən kəniz də çox bilmiş olacaq da. Dedi, Əl-Kaziminəl-Ğeyz.
Qəzəblənəndə qəzəbini udanlar. İmam dedi, utdum. Yoxdur qəzəb. Sonra neynim dedi, vəl afinə ənin nas. Bax, görsən, etaplara bax, mərhələlər. Qəzəbi udmaq bir işdirsə, ardı var axı, bağışlamaq da var. Dərhal bağışlamaq olur. Bax, iş deyirəm azsa. Hələ utdu. Sakit sustu. İçində oqqa gedir. Vəl afinə ənin nas. Bağışla. İmam dedi, bağışladım. Heç elə bil eləməmişsən. Sonra neyniyim? Dedi, vallahu yuhibbul muhsinin. Allah ehsan edənləri sevir. Hələ bir yaxşılıq da eləmənə. Yəni, güclü gəldi, necə deyirsiniz? Hələ bir yaxşılıq da eləməlisən mənə. İmam dedi ki, elədim. Səni qul olmaqdan azad elədim. Azadsan artıq. Görsən, bu görünəcə bir məsələdir. İndi Allah bu Nur surəsinin 22-ci ayəsində dedi ki, bağışla. Məgər istəmirsən, Allah səni də bağışlasın. Yəni, sən bağışlamalı tərəfin yoxdur. Sən bağışla, keç, Allah da sənin üçün keçəcək. İrhəm, turhəm, rəhm elə, rəhm görəsən. İmam Cəfər Sadiq əleyhissalam buyurur, dostlarına və ətrafındakilərə tapşır ki, qəzəblənəndə qəzəbin pis nəticələrini sənə xatırlatsın. İnanın Allaha çox bir çətin bir məsələdir. Doğrudan da bir insan dostuna desin ki, qəzəblənəndə ona qəzəbin pis halına başa salsın ona. Həqiqətən, çıxır adam özündən, Allah hidayət elə, həqiqətən peşmançılıqla, ürəklə deyirəm, İlahi bizi hidayət elə ki, bu vəziyyətlərdən çıxaq, belə bu vəziyyətdə qalmayaq. Bəni İsrail sultanları arasında belə bir adət var idi, İmam buyurur. Hər sultanın yanında bir hikmətli şəxs var idi və onun əlində bir dənə vərəq olardı. Sultan qəzəbləndikdə hikmət sahibi vərəqi ona verirdi. O vərəqdə belə yazılmışdı. Əlivin altındakilərə rəhm et, ölümü xatırla, qiyamət gününü unutma. Sultan bunu görəndə sakitləşərdi. Yəni xatırlatma insanı özünə qaytarır, əslinə qaytarır. Mövla-i Müttəqiyan İmam Əmirül-Müminin Əli əleyhissalatu vesselam buyurur ki, qəzəbli insanlar cəmaatın və ağıl sahiblərinin yanında nifrət olunan şəxslərdir. Amma səbirli və təmkinli insanlar isə hörmətli və əzizdirlər. Səbirdən elə çıxır, ağzı acı falan, ağır qaçarlar da, uzaq durarlar o adamdan. Görəndə deyərlər ki, əşirdə, indi ağzını açacaq, qoyacaq Allah yolunda. Allah hamımızı düzətsin, olmayaq belə. Bu hədis bizə həyati bir nəsihətdir əslində. Ki, cəmiyyətdə dəyər qazanmağın yollarından biri qəzəbi cilovlamaqdır. Qəzəbi udmaq insanı oddan qoruyan qalxandır. İmam Baqir əleyhissalam buyurur ki, kim qəzəb zamanı öz nəfsinə sahib olsa, Allah onun bədənini cəhənnəm oduna haram edər. Buraya can sənin üçün düzüb qoşublar. Nə istəyirsən? Kim qəzəbini udarsa, halbuki intiqam almağa da gücü var. Kim qəzəbini udarsa, Əhl-i Beytə bax, nə oyunlar açıblar başlarına. Əli əleyhissalamın qabağında kim yana bilərdi sən Allah? Kim? Xeybərdə o Yahudi necə müsəlmançılığı qəbul elədi? Dedi, mən Əli əleyhissalam gördü, qollarını bağlayıblar, aparırlar, sürdə aparırlar. O baxdı, müsəlmanlığı qəbul elədi. Dedi, nə olub, sən niyə müsəlmanlığı qəbul edirsən? Yahudi dedi. Dedi, mən bu kişini, mən görmüşəm gözümdən, bu Xeybər qalasının qapısını, o beton qapını əli ilə qaldırıb atmağını görmüşəm gözümdən. İndi o əlləri bağlayıblar. Bu nəsə hikmət var ki, dözür, səbr edir. Belənin sinəsinə iman gətirirlər. Belə bir qəzəbi boğub bu. Səlman Həzrəti Əli əleyhissalama dedi ki, ağa, Allahu Əkbər, həqiqətən Allahu Əkbər. Dedi, ağa, sən ismi əzəm bilirsən, sənin əlləri qolları bağlayıb darta aparırlar. Sən ismi əzəm bilirsən, bir dənə oxusun, bunlar məhv olar. Sən işə bax, Allahu Əkbər. İmam dedi ki, buna dözmək ismi əzəmdən üstündür. 2 dənə ismi əzəm xərcləyərəm, məhv olar hamısı. Buna dözmək üstündür, yoxsa 2 dənə ismi əzəmi demək. Bax, sən işə bax. Demək, qəzəbi udmaq insanı oddan qoruyan qalxandır, buyurur İmam Baqir ağa. Kim qəzəbini udarsa, halbuki intiqam almağa da güc çatır, Allah qiyamət günü onun qəlbini iman, əminamanlıq və salamatçılıqla doldurar. İmam Baqir əleyhissalam yenə buyurur ki, atam, gör nə gözəl hədisdir, əntiqə hədisdir. İmam Baqir əleyhissalam buyurur, atam, İmam Sadiq əleyhissalama buyurardı, oğlum, səbr ilə bitən qəzəbdən daha çox heç kim sənin atavın gözünü sevindirmir. Yəni, sənin atavın gözünün işığı qəzəblənəndə qəzəbini udan adamdır. İmamın gözünün işığı olur o adam ki, qəzəblənəndə qəzəbini udur.
Diqqət buyursan. Çünki təhlükəli anda səbr eləyən onun sevincini ömrü boyu axıra qədər yaşayacaq axı, düz deyil. Yadıma düşmür həyatında elə bir situasiya ki, deyirsən, nə yaxşı mən onda dözmüşəm, səbr eləmişəm. Yoxdur həyatında. Həmişə də yada salacaqsan. Qocalmısan, hər şeyi çıxıb yadına, o qalacaq yadına. Nə yaxşı mən orada səbr elədim, mən orada özümü utdum, saxladım. Bir ayə oxuyum və bu ayənin kamil nümunəsini də sizə təqdim edim. Fussilət 34. Yaxşılıqla pislik eyni deyil. Pisliyi də ən gözəl şəkildə dəf et. Görsən nə deyir? Pisliyi də deyir, gözəl şəkildə dəf et. Bizim cəmaatımız deyir ki, düşmənçiliyi də kişi kimi elə. O zaman səninlə düşmənçilik edən yaxın dosta çevrilər. Gör nə gözəl. Ayədir ya cəmaat. Ayədir. Bir dənə də oxuyum. Yaxşılıqla pislik eyni deyil. Pisliyi də ən gözəl şəkildə dəf et. O zaman səninlə düşmənçilik edən yaxın dosta çevrilə bilər. Demir ki, ya, böyük məhəbbətlər davalardan başlayır. Bu xüsusiyyət yalnız səbr edənlərə verilir və yalnız böyük pay sahibi olanlar buna nail olar. Ayədir ha. İndi bunun nümunəsinə baxınız. Mərhum Şəhraşib Mənaqib cildlər səhifə 207-də yazır. Bir gün bir xristiyan İmam Baqir əleyhissalamı təhqir eləmək üçün deyir, əntə bəqər. Üzr istəyirəm İmam Baqir əleyhissalamdan. Dilimə necə gətirirəm bunu. Dedi, sən bəqərsən, inəksən. İmam Muhammed Baqir əleyhissalama dedi. İmam qəzəblənmədən qayıdır, deyir ki, yox, la, ənə Baqir. Mən bəqər deyirəm, mən Baqirəm. İmam Muhammed Baqir əleyhissalam deyir. Xristiyan deyir, sən aşpaz qadının oğlusan. İmam buyurur, bəli, mənim anam aşpaz idi. Xristiyan yenə də imamı əsəbləşdirmək üçün deyir, sən qara dərili, zənci və söyüş söyən qadının oğlusan. İmam buyurur, əgər sən düz deyirsənsə, Allah anamı bağışlasın. Bax, intiqam almağa qüdrəti olan gör necə cavab verir. İntiqam almağa qüdrəti var. Kim İmam Baqir əleyhissalamdan şücaətlidir ki? Məhv eləyər onun nəslini. Buyurur, əgər sən düz deyirsənsə, Allah anamı bağışlasın. Əgər yalan deyirsənsə, Allah səni bağışlasın. Xristiyan görür ki, imam öz sükunətini pozmur, təmkinlə əxlaqını qoruyur, helmi ilə qəzəblənmədiyini görür, öz nəfsinə tam hakim olduğunu müşahidə eləyir, kəlmə-i şəhadəti dilinə gətirir və İslamı qəbul edir. Bəs dəyərli insanlar, qəzəbin zəhərləri nədir? Həddini artı çoxdur. Ən böyük zərəri də şeytanın insan üzərində hakimiyyət qurması olur. Doğrudan da qəzəblənəndə deyir ki, məndən yaxını yoxdur qəzəbli adama. Anasından da yaxınam, atasından da yaxınam. Kim ki qəzəbləndim, mənəm onun otlağında otladan. Mənəm deyir, iblis deyir ha. Qəzəb idarə etməni və düzgün qərar verməni məhv edir. Və əvəz çıxma, necə deyək, əvəz alma xüsusiyyəti yaradır ki, bunun əvəzini çıxın. Qəzəb. Görsən, şəriətdə nədir? Qəzəblə deyilən sözün hökmü yoxdur və qəzəblə içilən andın and olaraq qüvvəsi yoxdur. Yəni, sən and içdin, bir də belə eləməyəcəm. Əsəblə, əsəb keçəndən sonra kül başıma nöş and içdim deyirsən, onu pozsan da ona görə kəffarə gəlmir. Çünki niyə? Qəzəb varsa ağıl yoxdur da. Ağılla deməmsən də, yəni. Öz halında deməmsən. O, boşananda deyir, əqli səlimlə qərarın budurmu ki, bu arvaddan boşanıyorsa, əsəbləşib durub gəlmirsən, sonra deyərsən ki, peşman oldum. Sonra təlaqa gəlirləri. Deyirəm, get biraz gəz orada, burada, sonra gələrsən, sabah fikirləş, bəlkə dedin ki, mən bunu çox istəyirəm. Salavat deyə Peyğəmbərə. Allahümmə səllə əla. Yəni, qəzəb əmələ gəldiyi an şeytan üçün böyük bir dənə şərait yaranır. İmam Muhammed Baqir əleyhissalam buyurur, qəzəb Adəm övladının daxilində olan şeytandan bir alov parçasıdır. Sizdən biri qəzəblənəndə gözləri qızarır, damarlarına hava dolur və şeytan həmən o genişlənmiş damarların vasitəsilə insanın daxilinə keçir. Görürsən hədisi? Qəzəblənəndə damarlarınız genişlənir, onun içində hava dolur və şeytan içəri daxil ola bilir. Artıq o, ürək olur onun otlağı. İstədiyi hökmü orada sürə bilir, hakimiyyətini eləyir və imam buyurur ki, günaha düşməyənə qədər də əl çəkmir ondan. Bu hədis göstərir ki, qəzəb həm də sadəcə bir his deyil, şeytani bir
təsirin qapısıdır. Bu onu deyirəm də. Təkcə hiss deyilmiş. Həm də şeytani təsirin bir qapısıdır. Əgər insan bu təsirə düşsə, hər cür günah və nalayiq əməl törədə bilər. Qəzəbin ən kiçik mənfi təsirləri budur ki, insan o halda ədəbini itirir, həya və iffətdən uzaqlaşır, böyüklərin ehtiramını sındırır. O halda bəzən elə sözlər deyir ki, başqa vaxt onu heç eşitsə acığına gəlir. O vəziyyətdə elə ifadələr işlədir. Bəs dəyərli möminlər, gözəl insanlar, qəzəbli insan həmişə cəmiyyət içində qeyri-adi görsənlər. Kənardan özünü idarə edə bilməyən kimi qəbul olunlar ki, bu rəftarından elə sızılar, elə görsənər. Və ya zəif və nəzarətsiz biri kimi tanınar qəzəbli insan. Cəmiyyətin, bu da Əli Əleyhisselamın ifadəsidir, yəni. Cəmiyyətin ağıllı və düşüncəli insanları qəzəbli insana etibar eləməz. Çünki belə düşünərlər ki, o çox tez qəzəblənir, qərarları emosionaldır və məntiqsizdir. Sonradan peşman olsa da etibarlığı bərpa olunmaz. Mövla-i Müttəqiyyən buyurur. Bəs möhtərəm dəyərli əzizlər, gözəl insanlar, bu doğrudan da böyük bəladır, böyük bir xəstəlikdir, amma düzəldə bilərik. Əlimizdədirmi? Eləyə bilərikmi hər şeyi təzədən gözəl hala gətirək? Bəli, əlimizdədir. Sadəcə təlqin lazımdır, özündən işləmək lazımdır, özündən o hadisələrlə çox üzləşəcəksən. Elə ki, qərara aldın ki, mən bu məsələdə özümü düzəltməliyəm, biraz da çox çıxacaq qabağıma. Ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni, birdən bəlayı eşq ilə nətmə cüdar məni deyir. Füzuli bunu dedi, mən də dedim. Dedim, ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Dil elə təzə qutarmışdım, gördüm bəlalar gəlir. Dedim, ilə qələt elədim, mən Füzuli deyirəm. Məni belə ağır imtihanlarla imtihan eləmə. Bəlayı eşq ilə qıl dost elə məni bəlayla. Sən bəlaya dost olan döyürsən, hələ o Füzuli idi də, indi demişdi o sözü. Bəs dəyərli möminlər, gözəl insanlar, Allah hər birimizə nurani gözəl səbir əta eləsin inşallah. Bir gün qismət olar, bu gözəl səbir nədir? Səbir başqa şeydir, gözəl səbir nədir? Onu danışaram, çünki çox gözəl bir hədisi var. Səbri cəmil deyirlər ona. Allah bizə səbri cəmil ilə əta eləsin. İlahi, günahlarımıza gələn əfvi çək. İlahi, peşman bəndələrin təqsirlərindən keçkinən. İlahi, bizi dünya axirət Qur'andan, özündən, əhli beytündən ayrı salma. İlahi, bu nəfs ki, böyük bir bəladır ki, onun bəlasından yaxamızı qurtara bilmir. İlahi, onun öhdəsinə bizi buraxma. İlahi, səni and verir İzzət və Cəlalıva. Qəbul olmayan, namazı qəbul olmayanlardan qərar vermə. Elmi fayda verməyənlərdən eləmə. Nəfsi doymayanlardan qərar vermə. Qəlbi səndən qorxmayanlardan eləmə. İlahi, zamanı imamın səlamət elə. Zuhurun təəcil elə. Bizi gözləyənlərindən, dostlarından, yar və ənsarlarından qərar ver. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan. Salavatuke aleyhi ve ala abaih. في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. الصلاة